Herkese selam ve değerli dostlar. Bugün sizlerle birlikte Louvre Müzeyine geleceğiz. Bu müzey evveller kralların yaşadığı Fransa'da merkezde olan bir müzeydi. Ama krallık falan kurtardığı için hal-hazırda da binanı boş koymurlar. En çok bilinen sənətlərdən, şəkillərdən, ünlü şeylerden olduğu, yani sənət rəsm deyəndə Allah hamının Mona Lisa gəlir və Mona Lisa'nın rəsminin olduğu müzeydə indi bugün bunun maketini düzəldəcəyik, amma bilmirəm, çünki düzəltdiyim maketlər arasında nədir? Ən qəribəsi bu ola bilər, çünki bura şəffaf kimi göstərir. Amma içindən çıxanda şəffaf olacaq, içi ya da necə olacaq? Maraqlıdır, çünki ətrafında balaca şeylər də var. Galata Kulesini də siz düzəldəndə kağızdan idi da, amma ona görə tam olaraq istədiyim kimi olmamışdı, amma kağızdan, yəni tam istədiyim karton deyildi. Galata Kulesi də dairə olduğu üçün məcbur elə yumuşaq elə idilər ki, dairə olsun. Əvvəlcədən Topkapı Sarayını düzəltmişdik. Şunda nə qədər əvvəlcədən göstəreyim. Bu bir yer, bu bir yer. Parçalar çoxdur. Belə bu altısı. Burada da necə düzəldəcəyimiz hanım şey. Bu da əvvəlcədən dediyim kimi balaca yerləri saçmalısı. Və burada düzəltmə qalırsa. İndi siz buraları sürətlə görəsiniz, mən də başlayayım. Dostlar, bunun fərqinə varmamışam. Deyəsən düşündüyümüz, mənim dediyim kimi olacaq bərabər. Buralar şəffafdır. Mən dedim ya, burada şüşə kimi var. Həmin yerdə buradır. Yəqin ki, nəsə təmal olacaq. Üstünə də şüşə olaraq bunu qoyacaq. İnşallah yapışqanlı qəşəng olur. Ya da ki, şey keçindən olsa daha yaxşı olar. Çünki əvvəlcədən düzəltdiyim var idi. O şüşəsi yapışıb qopurdu. O telefon yeri var idi. Shorts videomuzdan baxa bilərsiniz. Uzun videomuzda da var idi. Ben devam edirəm. Dostlar, gördüğünüz gibi alt taban oldu. Burada Rus dilinde yazır. Burada da Louvre Paris yazır. Paris'te olduğunu demiştim, bilmem dedim. Eğer demişimse de devam edelim. Dostlar, böyle bir şey olur. Eleyeceğim. Ben. Buradaydı. Dostlar, video niyeyse durdu. Şimdi devam edelim.
Dostlar, təəssüf ki, telefonumun zərtkası qurtarmışdı. O müddətdə də belə elədim. Mən bayaqdan da orada bir dənə yeri izləyirdim. Yəqin ki, görürsünüz, sürətdən desəm belə göstərməyə görə. Baxıram, deyirəm, niyə yoxdur, niyə yoxdur? Yəni, taxmağa yer yoxdur. Sonra baxdım ki, burada göstərmir. Ama ben bir dakika mesela bu parçayı 8 olarak gösterelim. O bilgisayarına gelmiş 8 olarak. Önce bu koymuşum, 4 var. Bu 7 o 8. Bunu da öyle. Bəli dostlar, buraları da elədik. Gördüyünüz kimi belə. İndi kesirik buradakı balaca üç buzaqları. Doğru azalır. Video tez durur. Ve az kaldı. Bunun da kurtarmağına. Axırıncı parçadır. Ve böyle gördüğünüz gibi uzaq. Şimdi taxıram bunu. Ve olduqca bunu da koleksiyonun bir hissesine koyacağım. Takipte kalmayı unutmayın. Size böyle göstereyim. Işığını da açsın. Ay, zayt gaz olduğu için asma olur. Telefon tutmuş olsun da. Gördüğünüz gibi bura niye fokuslanır bunu? Heh. Bura şişeden hissədir. Şişə dedim yani giriş hissəsi burada normalde. Sonra buradan girilir. Bura da müzeyin içidir. Bəli. Arkadan da belə görsənir. Takipte kalmayı unutmayın. Sağ olun. Görüşene dek. Maket koleksiyonu görmeyenler için göstermek istedim. Evvelki videoda düzelttiğim Topkapı, Galata Kulesi, Beyaz Ev, Ağ Ev, telefon yeri, Dolmabahçe Sarayı'nın Hazine Kapısı, Kəbə, indi də Delavre Müzesi gördüğünüz gibi. Bu üstündeki şeyleri tam uyanmadım. Dümdüz olmalıydı onlar. Ve böyle kanala abone olmayı, videoları beğenmeyi, paylaşmayı ve like atmayı unutmayın. Sağ olun, görüşene dek.